Bir insan eğer oruç tutmak imkanı yoktursa ve tutmak imkanı da olmayacaksa, burasının altından xət çəkirəm, o insan fidye verir. Məsələn, bura səhhəti ilə bağlı tuta bilməyənlər daxildir. Yox, belə deyirəm də onu bax. Səhhəti bugün yerində deyil. Amma məsələn 6 aydan sonra, 1 ildən sonra səhhəti geri qayıdacaqsa, o adam fidye verməməlidir. Nə etməlidir? Günə-gün orucunu tutmalıdır. Qəzası tutacaq. Bəli, günə-gün deyirəm bax bunda. Bir də təkrar edirəm. Fidyəni o adam verməlidir ki, məsələn o qədər qocalıb ki, bundan sonra onun oruç tutmaq imkanı da yoxdur. Ya da elə bir xəstəliyi var ki, Allah xəstələrə də şəfa versin, onun yenidən sağlamlığını bərpa edib oruç tutmaq imkanı da yoxdur. Elə bir insan varsa fidyəni o verir. Nədir fidyə? Bir insanın bir günlük ehtiyacıdır. Yəni 30 gündür, hər günə bir günlük bir insanın. Məsələn, bizim pulla gələn ekvivalentini müəyyənləşdirək. Nə qədər ola bilər bir günə? Valla indi bir insana baxsınlar da bir gün bir insan məsələn nə qədər pul xərcləsə səhər, gün, orta, axşam yeməyini ödəyə bilər. Ortanı götürəcəyik. Ortalama. Məsələn bir insan tutaq ki bir gündə 30 manata elə onun kimdən gəlirdi? Doya bilirsə, siz məsələn 20 manat versəniz yetər. Bir də ki, bilirsiniz necədir? Bu verən insanın da imkanına baxır bu. Onu deyəcəydim. Bəlkə ki o nə tuta bilmir, nə də ki imkanı yoxdur. O ancaq Allahdan bağışlama istəyəcək. Yəni xəstədir, tutmaq imkanı da yoxdur, fidyə vermək imkanı da yoxdur. O Allahdan dua edəcək ki, bağışlamasını istəyəcək. Çünki Allah onun halını zaten bilir. İkinci, bu verən adamın imkanlarından asılıdır. Məsələn, adam xəstə olsa da zəngin adamdır. Daha çox fidyə verir. Gündə 100 manat verir. Kim ona nə deyə bilər ki? Amma ortalama budur ki, bir insanı belə deyək də ev şəraitində, məsələn bir insan səhər, gün orta, axşam yemək üçün nə qədər xərc çəkə bilərsə o qədər verir yəni. Yoxsullar axtaracağıq, imkansızlar axtaracağıq, onlara verəcəyik. Yoxsa adamın imkanı var, evi var, eşiyi var, yeməyi var, içməyi var, ona niyə fidyə verirsiniz? Bəs deyək ki, kimisə 3 dəfə yedizdirə bilərikmi? Əlbəttə, bu minimum həddir də. İstəsəniz ona gündə 3 dəfə yemək də verərsiniz. Onu demək, yəni yemək verəcəyik. Yemək də verərsiniz, pul da verərsiniz ki, qardaş, get pulu özün xərclə.